Məsələ burasındadır ki, artıq elə bir dövrə gəlib çatmışıq ki, təhsil müəssisələrimizi sanki xarici təhlükələrdən deyil də elə daxildə olan təhlükələrdən qorumaq lazımdır. Bəs niyə artdı bu hadisələr? Bir-birini mi təsirləndirir? Nə baş verir ümumiyyətlə bu məktəblilərdə, uşaqlarda? Müəllim necə davransın? Valideynlər neynəsin? Əslində bu çox mahiyyət etibarilə çox samballı bir sualdır. Baxın, valideynlər, münasibətlər birdən-birə dəyişmir, doğrudur. Amma bugün bizim yaşadığımız mühitdə iki kateqoriya valideynlər var. Biri hardasa 40 yaşdan yuxarı, biri isə bu dövrün valideynləri var. Müəyyən yaş dövründə olan valideynlər stereotip davranışlardan, milli mənəvi dəyərlərdən ona daha çox üstünlük verirlər. Milli mənəvi dəyərlərə, ictimai normalara, cəmaət nə deyər, el nə deyər və s. Sənin davranışına görə mən utanaram. Bu dəyərlər üstünlük təşkil edən valideynlərimiz dövrün inkişafını qabaqlaya bilmirlər. Dövrün inkişafı isə valideynlərin əxlaq normaları, milli mənəvi dəyərlərinə bəzən üst-üstə gəlmir. Çünki texniki vasitələr nə qədər çox inkişaf edir. Müasir 10-15 yaşlı uşaqların informasiya bolluğu, inkişafı müqayisə etmək, xarici ölkədə biz belədir, bizdə belədir. Bu çox sürətli gedir. Ona görə də bizim valideynlərimiz stereotip davranışdan çıxmamaq şərti ilə biraz övladların müasir dövrün uşaqları olduğuna üstünlük verməlidirlər. Yəni biz uşağa sevgini də, qəzəbi də, qadağanı da, tərbiyə elementlərini də dövrün tələbi çərçivəsində verməliyik ki, uşaq onu mənimsəyə bilsin. Çünki bizim bugün, indi mən məktəbdən təhlil edəcəm, bugün bizim uşaqlarımızda ən güclü olan hüsn rəğbət azalıb, çox azalıb. Mən bunu eləsəm, atam küsər, mən bunu eləsəm, anam inciyər. Bu azalıb. Uşaqlarda güclü bir fərdiyyətçilik daha çox və müstəqillik hissi körtəbii formada artıb. Mən belə istəyirəm, mən xoşun gəlmir, baxma. Uşaqlarımızda, bugünkü uşaqlarda bütün əksəriyyətinə aiddir. Müstəqillik, mükəmməlçilik yox, mənəmçilik, mənlik şuuru o qədər artıb ki, o uşaqlar sadəcə olaraq zəhmət çəkmədən qısa bir dövrdə daha çox əldə etmək, daha çox mənfəət əldə etmək psixologiyası ilə tərbiyələnirlər. Ona görə də valideynlərin bəzən uşaqlara iradıları, tərbiyə normaları çərçivəsində iradıları, uşaqlar onları qəbul eləyə bilmir. Bu birinci variant. Valideynlərimiz bunu mütləq nəzərə almalıdır. Çünki uşaqların geyim tərzindən, yeriş tərzindən, peşə seçimi tərzindən və dostluq münasibətləri tərzindən asılı olaraq uşaqlarda psixi proses dəyərlər əmələ gəlir. Əvvəlcə bir 40 il bundan əvvəl insanlar digər bir şeyə dəyər verirdisə, yəni mən bunu etsəm utanaram, ayıbdır. Amma indi uşaqlar isə mən onu eləyə bilməsəm, mənə ayıb olacaq və yaxud mən onu eləməsəm mənə əfəl deyəcəklər. Artıq mən onu eləsəm, başqaları ziyan görəcək, itir. Bu itir. Uşaqların inkişaf prosesi mütləq qaydada nəzərə almalıdır, maksimalizm əmələ gəlir. Bu nəzərə alınmalıdır.